sevdiğiniz şahsız var. Yani hocam. Hakimlerimizi devam etmeliyiz. Tamam. Deyə bilərsiniz ki, değerli izleyiciler, 66'yı keçmiş bir xanımsınız. Otur evində nəvələri oynadım. Haqlısınız. Mən də sizi kimi düşünərdim. Amma mən dönüb parlamentdə 80 yaşında qulağı eşitməyən, 3 kəlmə sözü bir-birinin dalıcan danışa bilməyən Xanseyn kimi 30 il deputatlığı bıraxmayanlar artıq danışa bilməyib yoxlamaqla məşğul olanlara baxanda öz-özümə dedim ki, hələ mənim 80 yaşım yoxdur. Deməli, mən hələ fikirlərimi sağlam şəkildə deməyə mənim ixtiyarım var. Burada Hikmət bəy deyir, görün nə deyir? Baxın, Almanya kimi bütün jurnalistlərin orada olduğu halda bu sözü Hikmət bəy heç çəkinmədən deyir. Mənə maraqlı gəldi, bu adam kimdir ki, o vətənə xəyanət sözünü bu adama deyir. Mən bir-iki adamlardan soruşdum, dedilər ki, bu biz Azərbaycanımızdır, Tural bəydir adı, xaricdə yaşayır. Devlətlə əslində böyük bir problemi yoxdur, xalqın dediyinə görə. Xalqın malını yiyən məmurlara daha çox tənqid eləyir. Ən çox xalqın dediyini deyirəm. Ən çox məmur özbaşınalığından hiddətlənən, danışan bir adamdır. Xalqın dilindən soruşdum. Heç sosial şəbəkələrdə baxmadım. Mənim bu oğlan maraqlandırmır. Məni maraqlandıran, bax bu dəyərli Hikmət müəllimim Almaniyada çəkinmədən vətənə xəyanət davam sözünü deyib, sonra gəlir həmən bu cavan oğlanın əlini sıxır və salamlaşır. Baxın, çox gülməli bir vəziyyət yaranır burada. Mənim üçün şəxsən gülməli gəldi. Vətənə xəyanət deyən bir insana yaxınlaşıb, ona səmimi bir əl verib görüşüb, səmimi bir söhbət edir. Hikmət bəy, siz nə qədər siyasət düşüncəniz olsa da ki, bu siyasət arxasında bir siyasət güdmürsüz və yaxud da güdürsüz, vətənə xəyanət edilən insanlar əli sıxılmaz. Onunla söhbət edilməz. O adamı saymazlar. Onunla üz-üzə gəlinməz. Mənə elə gəlir ki, siz özünüz də heç daxili aləmizdə bu cavan oğlanı tanımıram, amma bu adamı azdan çoxdan siz deməli neçə vaxtı izləyirmişsiniz ki, içinizdə gizli bir simpatiyus doğulub ki, bu adama qarşı o vətənə xəyanət sözünü deməyinə baxmayaraq ona yaxınlaşdınız, ona əl verib görüşdünüz. Vətənə xəyanət davam edib, səmimi bir görüş keçirdirsiniz bu oğlanla. Oğlanın adı Tural bəydir deyəsən. Bəli. Amma mən sizə əsl vətənə xəyanət edənləri dəyərli Hikmət bəy sayım. Baxın, vətənə xəyanət edən generallardan Eldar Mahmudovdur ki, bu dəqiqə baxında keyf damağın içindədir. Vətənə xəyanət, xalqın malını, devlətin malını yiyib, minlərlə cavanların iş gələcəyini məhv edən, onları Azərbaycanı birinci rüşvətxorluğa və məhv eləyən, xalqın haqqını yiyən Ramiz Mehdiyev. Balaca bir kələbçənlə bağında keyf damaqdadır. Əsli vətənə xəyanətkarlar sıralarında, əgər bu oğlanı bilmirəm, nəyi eləyib ona xəyanətkar adlandırdınız. Amma əsli xəyanətkarlar aprel döyüşlərində minlərlə cavanları satılaraq Erməniyə, onların şəhidliyinə səbəb olub, türmələrdə yatırdılar, haqsız insanların qanına girdilər. Bir vətəndaş olaraq, madem ki prezident demokratik bir ölkə, azad bir söz azadlığı olan bir devlətdə yaşayıramsa, mən də prezidentimə buradan öz fikrimi çatdırmaq istəyirəm. Niyə bu qədər satqınlar, niyə bu qədər vətən xainləri həm devlət başında otururlar, həm də artıq vəzifəsini icra edib
sonlandıranların mülkü malı alınıb dövlətin ixtiyarına verib xalqın yaxşı yaşamasına sərf edilmir. Bir yaşlı ananın, bir zəhmətkeş ananın, illərini bu dövlətə xidmət etmiş bir ananın söz səsinə səs vermənizi çox istəyirəm.